Əziz bilgələr, bu dəfə sizə yeni izahımızdan gəlmişik. Yeni izahımızın birinci mövzusu Albaniya dövlətidir. Albaniya dövlətinin xəritəsini burada yerləşdirəcəm. Öz uşaqlarımıza buradan baxacaqlar xəritəyə. Amma bu hissələrdə çalışacağım yazı olmayan vaxtı keçirdim. Deməli, əvvəlcə onu deyirik ki, bu dərsimizin içində bir neçə dənə yenilik, əlavələr var. Ona görə 24-25-ci kitabından oxusanız da yaxşı olar ki, izaha bir dəfə baxıb yenilikləri götürəsiniz. Əvvəlcə ondan söhbət edək, Albaniya hansı ərazini əhatə edirdi? İndiki Azərbaycan Respublikasının ərazisini əhatə edirdi. Yəni, şərqdə Xəzər dənizindən, qərbdə Gürcüstana, İberiyaya qədər, cənubda Atropatena dövləti, şimalda da Qafqaz dağlarına qədər olan ərazisindən əsas 2 çay axıdır. Əsas birinci çay bizə Kür çayı lazımdır. Bəzən siz testdə falan görürsünüz, məsələn, Kürün sol sahilində yerləşən vilayətlər. Orada siz çaşırsınız. Çünki belə baxırsınız xəritəyə, deyirsiniz, məsəl üçün deyirəm, Şəki və Lipina orada deyir ki, Kürün sol sahilində yerləşir. Siz buradan baxanda görürsünüz ki, Kürün sol sahildə, sağ sahilinə düşün, nətər olur bu? Çünki çaya, bəli, çayın başlanğıcından doğru baxırsan, yəni sən çaya baxanda o tərəfdən belə baxırsan və Şəki ilə Lipina sol sahilə düşür, qalanları sağ sahilə. Məsələn, orada vilayətlər haqqında məlumat verəndə Kambisena haqqında məlumat veriblər. Deyir ki, Kambisena vilayəti Gürcüstanla sərhədli, Gürcüstana gedən yol buradan getir, Alazan sahilindədir. Sonra Kaspiyana Xəzər sahilində məlumat veriblər. Şəhərlər indi Qəbələ vilayətidir, Çola vilayətidir, bunlar heç. Kürün sağ sahilində isə bizə verilib, indiki haradasa Kəlbəcər ərazisini bu zonanı əhatə edən Uti vilayətidir. Arsaq vilayəti Qarabağ ərazisini əhatə eləyir. Bir də Balasakan zad var burada, Beyləqan, Paytakaran doğrusu. Paytakaran da Beyləqan ərazisini əhatə eləyir. İndi coğrafiyası haqqında məlumat verdim. Birinci danışanda deyirik ki, Albaniya dövləti, bayaq qeyd elədim, təzədən təkrar edirəm, İskəndərin imperiyasının süqutundan sonra Azərbaycanın şimalında yaranmış ilk dövlətimizdir. Yəni, bu nə deməkdir? Amma orada bir dənə maraqlı məqam var. Deyir ki, Albaniya dövləti idarəçiliyinə və ərazisinə görə İskit dövlətinin davamçısı hesab olunur. Bu işarə 6 xəttdən nəsə ifadə. Cümlə. Çünki nəyə görə? Ərazisinə görə nəyə görə bizə belə deyir? Məsələn, İskit dövlətinin ərazisinə danışanda biz dedik ki, İskit dövləti yerləşir Kürlə, deməli, aşağıdakı arazinin ortasında. Yəni, bu ərazidə İskit dövləti yerləşirdi. Və Albaniyada bu ərazini öz tərkibinə qatdığı üçün bu barədə belə bir məlumat verir bizə ki, İskit dövlətinin davamçısı hesab olunur. Amma yəni, şimalda yaranan ilk dövlətimiz. Bu sizi çaşdırmasın. Deyə bilərsiniz, ay müəllim, bu İskit dövlətinin davamçısıdırsa, niyə bizim şimalda yaranan ilk dövlətimiz İskit dövləti deyil? Çünki İskit bizim dövlət deyil idi. Başa düşürsənmi? Amma bu bizimkilərin yaratdığı dövlətdir. Burada məsəl üçün tayfalardan danışaq yavaş-yavaş. Albaniyada biraz vəziyyət o cəhətdən qarışıqdır. Tayfalardan danışanda mən həmişə sizə deyirdim ki, bizim eranın 1-2-ci əsrində Alban tayfaları barədə məlumatlar verilmişdi bizə. Ümumiyyətlə, tayfa sayı ilə da, şəhər sayı ilə da bunların hamısını ayrı-ayrı qeyd edəcəyik. Məsəl üçün, tayfalardan söhbət edəndə deyir, Azərbaycan, Albaniya ərazisində Kaspi Kadisi tayfaları yaşayırdı. Bu, Atropatena ilə oxşar xüsusiyyətdir. Sonra xəritədə təqribi bu ərazidə, yəni indiki Quba ərazisində Leqlərin adını çəkmişdi. Leq tayfalarının adını yazıbdı. Ondan sonra Utilər yaşayırdılar qədim dövrdən bu ərazidə. Albanların özü bir tayfa idi. Sonradan güclənirlər və dövlət onların adına adlanır. Ondan sonra deməli bir sıra tayfalar yaşayırdılar və o tayfaların ümumi köhnə kitabda deyir ki, Strabon bizə deyir ki, 26 dildə danışan tayfa var idi. Burada səhv eləmirəmsə o sırf o ifadəni çıxardıblar. 26 dildə danışan tayfaları sahiblər. Bir də burada həmin o köhnə kitabdan bizə davamçıları gəlir də, 3 dənəsini sayırdıq da biz həmişə. Udinlərin sayırdıq, Nic kəndində Xınalıq və Buduqları Quba rayonundan. Bu dəfə ora 1-2 dənə əlavə ediblər, İngloyları əlavə ediblər, Saxurları əlavə ediblər. Qubada yaşayan 2 dənə xırdalar vardı. Qırızlar, bir də Ceklər, Aysol. Qubanın xırda çətlərdir onlar. Saxurlar dedim. Saxurlar da bu Balakən Zakatala tərəfdə yaşayırlar Saxurlar. İngloylar da Qax ərazisində yaşayır daha çox. Ətraflı yəni. İndi sizə bir söz deyim. Bu İngloylarla bağlı bir maraqlı məlumat var. İngloyların kim olduğu ilə bağlı.
Bəziləri İnqiloyların müsəlman gürcülər olduğunu deyir ki, bunlar İslamı qəbul etmiş gürcülərdir. Amma kitab bizə deyir ki, yox, bunlar gürcü deyil, Alban əsillidir. Sadəcə bu İnqiloyların tarixi biraz qaranlıq tarixdir. Nəyə görə? 19-cu əsrdə sonra bizə indi keçəcəyik, azca qalıb. 1-2 dərsimiz qalıb o mövzunu keçmək. Deyir, Ruslar qərar verir ki, kim istəyirsə xristian dinini qəbul etsin, onu vergiden falan azad edək. Və bu qərardan sonra İnqiloylar və Muğallar yox, ən çox İnqiloylardan bir neçəsi öz dinlərini dəyişir. Ərəblər naxışarıq kimi. Ola bilər, bizdə də ola bilər. Dinlərin dəyişir. Bu İnqiloylar sonra orada xristianlığı qəbul edir. Amma deyirlər sonra nəsə etirazda doğru təzədən qayıdılar İslama. Nəsə, burada çox geniş məlumata ehtiyac yoxdur. Tayfalardan danışdım. Tayfalar haqqında bu qədər kifayətdir. Məsəl üçün, şəhərlərdən danışanda Ptolomey 29 şəhər. Bu məlumat saxlanılıb. Amma köhnə kitabda yadınıza gəlirsə, mən sizə 5 dənə şəhər sayırdım. Şəhər mədəniyyəti, yox. Mingəçevir, Qəbələ, Şamaxı, Torpaqqala, Dərbənd. Bu 5-inin adı çıxarılıb. Sırf o 5 dənə ardıcıllıqla verilməyib. Məsələn, köhnə kitabdan bizə belə bir maraqlı məlumat verir. Deyir ki, Albaniyada ilk şəhərlərin meydana gəlməsi Eradan əvvəl 1-ci minilliyin ortalarında Əhəməni ağalığı dövründə idi. Mən də sizə sual verdim ki, həmişə ki, Albaniya dövlətinə düşür bu? Deyirdiniz, yox. İndi o məlumatda çıxardıblar. Yəni, çıxarılmış birsə məlumat sizə yüngüllük yaradır. İndi çıxdı deyirsən. Yox, indi təzədən gələndir. Bilmirik, salacaqlar yoxsa yox. Ənənəvi olaraq şəhərlər daha çox deməli, ticarət yollarının üzərində, şirin su qaynaqlarının ətrafında, hökmdarlar tərəfindən, kilsələr tərəfindən də kilsə yox, dini müəssisələr tərəfindən salınırdı. Biz deyirik ki, Albaniya dövlətində ilk pullar Eradan əvvəl 4-3-cü əsrlərdə kəsilmişdi. Bunu keçən kitabda da deyirdik də, köhnə kitabda. Və ilk deyirdik ki, pullar Makedoniyalı İskəndərin adından kəsilirdi. Amma sonra Eradan əvvəl 3-cü əsrin birinci yarısında artıq yerli hökmdarların adından pullar kəsilməyə başlandı. Bu var. Dostlar, onu deyirdi ki, 3-cü əsrin birinci yarısında dedik yerli pullar kəsilmişdi və bu yerli pulların kəsilməsi köhnə kitabda deyirdi ki, nəyi sübut edir? Deyirdi ki, müstəqil hakimiyyət var, ticarət inkişaf edibdir və s. Onlar çıxarılır. Bəli. Amma burada köhnə kitabda bizə nə deyirdi? Bizə deyirdilər ki, əlbəttə ki, mən sizə verəcəyim sınaqlarda düşür. Yəni ona görə deyirəm, mən işimi ehtiyata alın. Sağ ol. Deməli, onlar var. Var, o var. Var. Onu deyirdim ki, nə deyirdim? Pul dəfnələrinin aşkar olduğu ərazilər. Dedi, köhnə kitabda biz Şamaxı ilə Qəbələni qeyd eləmişdik. Burada əlavə olunan bir Ağsudur. Ağsunu axtarırıq. Ağsu, Kürdəmirdən, Ağsu, burada, Ağsunu tapdıq. Bir də Bərdədir, Bərdə də burada. Yəni, bu 4 dənə şəhərdə pul dəfinələri aşkarlanmışdı. Bundan sonra, deməli, orada danışaq nədən? Kənd təsərrüfatından danışım. Çünki Albaniya, Atropatena dərsinin içərisində kənd təsərrüfatından biraz qısa danışmışam. Lazımlı şeyləri demişəm, düzdür, amma qısa danışmışam. Burada biraz da olsa qısa danışam, heç nə yox. Yenə standartda, yəni uşaqlar. Çünki burada deyir ki, əkinçilik maldarlıqla məşğul olurlar. Əkinçilikdə buğdadır, taxıldır. Ondan sonra maldarlıqda yenə atçılıq və dəvəçilik var idi. Bu önəmlidir. Atropatenada da var idi bu. Atçılıq məsələsindən təbii ki, Qarabağ atları məşhur idi o dövrdə də. Sonra sənətkarlıq da yaxşı inkişaf eləmişdir. Sənətkarlıqdan daha çox bizə, bayaq dedim, şeyin adını çəkir, xalçaçılığın adını çəkir. Xalçaçılıq yüksək inkişaf eləmişdir və səhv eləmirəmsə, xalçaçılıqda bir Mingəçevirdə, bir də Beyləqan ərazisində, bu iki ərazidə. Dəndaşlar, hə? Əvənkdəstə nə idi bəs? Əvənkdəstə demək istəyirdim mən. Əvənkdəstə nə idi görəsən? Nə? Vəl? Hə, vəl. Hə, belə. Hə, nə deyirdim? Beyləqanla Beyləqan. Deyir, uşaq dilini təzə açır, deyir, Beyləqan. Deyir, Beyləqanla Mingəçevirdə əsasən Tuncdan toxuculuq üçün, xalçaçılıq üçün alətlər aşkarlanmışdır. Burada xalçaçılığın yüksək inkişaf elədiyini göstərir. Eyni zamanda biz bilirik ki, Azərbaycan İpək yolunun üzərində yerləşirdi. Çindən gələn və Hindistandan gələn ticarət yolları buradan keçdiğində bunlarda ticarətdə yüksək inkişaf eləmişdir. Və həmin xalçaları hətta deyir Avropa ərazisinə də göndərdilər. İndi haracan göndərdilər bilmirik, amma bizdə bu normal bir şeydir. Yəni bizim ömrü boyu xalçaçılıqdan yaxşı olmuşuq.
Qafqazın neçə dənə xalça şeyi var, onun böyük bir bəzəyin böyük bir qismi bizdədir. Ümumiyyətlə xalçaçılıq, Azərbaycan xalçaçılığı dərin mövzudur. Təsəvvür edin ki, siz o dövrdə mən həmişə bizim evdə bir dənə köhnə şey var idi, xalça. Biz xalça demirdik də, cəbə deyirik. Bizdə xalça ifadəsi yox, cəbə deyirik. Bu cəbənin həmişə bəzəklərinə baxırdım. Maraqlı gəlirdi mənə ki, çox qədimi cəbə deyildi. Həmişə. Yox, damlananda daruşquya baxırlar. Belə yerə baxırsan, deyəsən gedir. Amma yemək yeyəndəmi, nəsə boşluq olandamı divara baxırdı. Cəbəmiz divara vurur. Hə. Nəysə, orada, yəni deməkdə məqsədim nədir? Bizdə xalçaçılıqda ideoloji məsələlər xalçalara əks olunurdu. Yəni, elə şeyləri xalçalara əks edirdilər ki, çox böyük simvolika var idi orada. Məsəl üçün, bəzi xalçalar var, dirilik ağacını orada rəsm eləyiblər. Bəzi xalçalar var, xüsusilə Qarabağ xalçaları, Azərbaycanın ən tanınmış xalçaları Qarabağ xalçalarıdır. Və Qarabağ xalçalarında əksəriyyətin üzərində indi imkan olduqsa sağ tərəfdə göstərəcəm həmin xalçalardan nəsə. Həmin xalçaların üzərində müxtəlif rəsmlər var. O rəsmlər böyük bir ənənəni davam elətdirir. Məsələn, daha çox köhnələrdə bu türk tayfalarında şeylər var, hərf kimi rəmzlər var da. Bax, məsəl üçün bir dənə misal deyim də sizə. İndi bilmirəm nə qədər maraqlanırsınız, əvəz bilər belə şeyi. Bu öz tamğasıdır bizdə. Bu öz tamğasını şeylər, faşistlər tərsinə çevirib. Belə olubdur. Hitlerin şeyidir bu. Bəlkə də hansınsa səhv çəkmişəm. Hə, faşistlərin də. Hə. Hitlerin deyəndə bəs pis. Yox, Hitler legallaşdırıb da bunu, yəni cəlb eləyib özlərinə. Yəni demək istədim ki, bu Azərbaycan türk ənənəsinin köhnə bir simvolu hesab olunur və burada 4 dənə tərəf 4 dənə dövrü işarə eləyir. Onun 4 dənə, məsəl üçün, şimal, cənub, şərq, qərb deyirlər. Havanın 4 şey deyirlər də, yox, 4 hava, od, su, torpaq deyirlər. 4 fəsil deyirlər. Çox şey deyirlər. 4 rəqəm ümumiyyətlə nəsə önəmli bir rəqəm olur köhnə türklərdə. Hə? İkisi düzdür. Yox, əslində belə də qısa çəkdim. Bunlar tərsinə çöndərib. Hansınsa səhv çəkə bilərəm. Nəysə də yekununda demək istəyirəm ki, xalçaların içərisində belə öz tamğası var. Sonra məsəl üçün boylar var, türk boyları. Onların simvolları çəkilirdi. Məsələn, Bayandurluların, Baharlıların, bunların öz simvolları. O cəhətdən bizim Qarabağ xalçaları zəngindir. Nəsə, buradan çox danışmayayım, vaxtımız çox getməsin. Yəni, özünüz istəsəz, nə vaxtsa xalçaçılıqla bağlı maraqlana bilərsiniz. Hə, indi nədən danışırıq? Təsərrüfatdan danışdıq, sənətkarlıqdan danışdıq, möhürlərdən söhbət eləmək istəyirəm. Möhürlər məsələsi belədir ki, bunu silim. Hə? Bəli. Möhürlər məsələsini saxlayıblar. Eradan əvvəl 4-cü əsrdə. Möhürlərlə bağlı bir şey demək istəyirəm sizə. Deməli, Mannanın da öz möhürləri olubdur, Misirin də öz möhürləri olubdur. Yəni, bunların təsərrüfatında, ictimai həyatında bir şey kimi düşə bilər, qarşınıza çıxa bilər. Məsələn, 4-cü əsrdə bu möhürlərdən Mannada var. 49-da sənətkarlığın cümləsi, birinci cümləsi. Görsən, yəni Manna ilə Albaniyanın möhürlərini oxşar götürə bilərik biz. Misirdə də var. Ümumiyyətlə, möhürlər demək olar ki, bütün mədəniyyətlərdə var. Öz möhürlərini yaradırlar da. Bu möhürlərdən sənətlər, qablar, o kimi şeylər yenə qeyd olunur. Sonra eramızın ilk əsrində yaxud 1-ci əsrində bu bayaq dediyimiz su dəyirmanları, bəli, bir də ki, şüşə qablarının hazırlanması burada da qeyd olunubdur. Eyni zamanda onu da qeyd edirəm. Uşaqlar, Albaniya dövləti özü yarananda quldar dövlət kimi yaranmışdı. Ümumiyyətlə, Atropatena ilə onun oxşar xüsusiyyəti quldar dövlət kimi yaranmasıdır. Amma Albaniyanın fərqli xüsusiyyəti odur ki, Albaniya quldar kimi yaranıb, feodal dövlət kimi süqut eləmişdi. Bəzi müəllimlər var ki, uşaqlara deyir, Azərbaycanda ilk feodal dövlət hansıdır? İfadəni düzgün vermək lazımdır. Azərbaycanda yaranan ilk feodal dövlət hansıdır desə, Şirvanşahlar deyəcəyik. Azərbaycandakı ilk feodal dövlət hansıdır desə, Albaniyanı götürə bilərik. Çünki yarananda quldar olsa da sonradan feodal kimi başa çatmışdı öz hakimiyyəti. Hə. Nə deyirdim ki, 1-ci əsr, quldarlıqdan danışanda nəyə deyirdim? Bizdə quldarlıq Avropa ölkələrinə nisbətən geniş inkişaf eləməmişdi. Daha çox hökmdar saraylarında istifadə olunurdu, nə bilim, təsərrüfatlarda az istifadə olunurdu. Yəni, bizdə Azərbaycanda quldarlığın yüksək inkişaf etməməsinin səbəbi orada da qeyd edib ki, Albaniya dövləti o qədər işğalçı dövlət, o qədər yox, ümumiyyətlə işğalçı dövlət deyil idi. Yeni ərazilərə hücum eləmədiyi üçün yeni qullar gətirə bilmirdi. Ona görə quldarlıq da az idi.
Yəni bu məlumat köhnə kitabda da var idi, quldarlığın zəif inkişaf eləməsi bu kitabda da olduğu kimi saxlanılır. Nə? Bəli, hökmdar sarayları, kənd təsərrüfatı, yəni bəli, onlarda bütün sahələrdə istifadə olunur. Bizdə geniş yayılmamışdı, yəni onu deməyə çalışıram. Sonra siyasi həyata qədər dindən danışmaq istəyirəm biraz, dini fikirlərdən. Albanlar çox Allahlı olublar. Belə ki, həm orada çox tanrılıq olub da, bu təbiət cisimlərinə sitayiş öz yerində, bütpərəstlik mövcud olub, sonraki dövrdə xristianlıq yaranıbdır. Xristianlıqla bağlı dərsin Alban obrisi hissəsində də Sasanilərin içərisində olan da geniş məlumat alasınız. Amma burada yəni bir-iki dənə xırda cümlədən Albanların bütpərəstlik dininə sitayiş eləmələri yaxud da ki, çox tanrılı olmalarına bağlı məlumatlar verilmişdir. Sonra bir dənə məlumat oxudum, maraqlı, diqqətimi çəkdi. Prosto həmin məlumat bilmirəm ki, bu Albaniyanın içindədir, yoxsa Sasanilərin içində. Sarı yer verilib. Sarı yerdə deyir ki, Qarakilsə rayonunda, Qərbi Azərbaycanda deyir, daş şeylər həkk olunmuşdu. Onlar sübut edirdi ki, yəni sübut edəndə ki, öz döyüşçü yoldaşlarına deyir, şərəfinə qoymuşlar. Bu dərsin içindədir. Bu dərsin içindədir. Albaniyanın. Hə. Onun təzədən qoyub məlumat kimi qeyd edirəm. Dostlar, burada Qərbi Azərbaycan ərazisində, Qarakilsə rayonu ərazisində daşdan elə bir lövhə deməyim, sütunlar deyim də, daş sütunlar ucaldılmışdı həmin dövrdə və o sütunlar bu məqsədlə ucaldılmışdı ki, şəhid olmuşdu. Yəni həlak olmuş öz silahdaşlarının, yoldaşlarının şərəfinə. Sonradan deyir orada ermənilər bunun adını da dəyişdilər, nə bilim verdiyi mənanı da saxtalaşdırdılar. Bəli, Qoşundaş dağının. Dostlar, ümumiyyətlə biz bilirik ki, Albaniyanın iç paytaxtı olub Qəbələ. Bax, burada Atropatena dərsini oxuyanda da özünüz gördünüz ki, onu bizə məlumat vermiş yazıçıların, tarixçilərin adları bizim üçün önəmlidir. Məsələn, düzdür, mən bunu şəhərlər bölməsində danışmalıydım. İndi yadımdan çıxdı, həmin indi qəfil yadıma düşdü. Məsəl üçün, biz deyirik ki, eramızın 5-ci əsrinə qədər Albaniya dövlətinin paytaxtı olub Qəbələ və Qəbələni də burada təzədən xəritədə göstəririk, bu ərazidə yerləşir və bu barədə məlumat vermişdi eramızın 1-ci əsrində. Bizə məlumat. Eradan əvvəl 1-ci əsrdə məlumatın 1-ci dalğası ötürülmüşdü. Amma eramızın 1-ci əsrində məlumat deyək ki, rəsmiləşdirilmişdi. Plini bizə demişdi, böyük Plini demişdi ki, Albaniyanın paytaxtı olub Qəbələ. Sonra Strabonun verdiyi şəhər məlumatlarına toxunmaq istəyirəm. Bəyən onu deyəcəkdim Qarabağ ərazisində, yadımdan çıxdı. Strabon da bizə deyib ki, Azərbaycanda olan şəhərlərdən Ayniyana və Anaryakanın adı verilibdir. O da deməli, təqribi bu ərazini əhatə. O Albanlarda Yunan tanrılarına da sitayiş olunurdu. Adı inanmıram bizə lazım ola. Amma yəni bunu da bir dənə Atropatena ilə əlaqələndirək ki, Atropatenada da Yunan tanrılarına sitayiş olub. Bu da oxşar xüsusiyyətdir. Kirəmitdən istifadə oxşar xüsusiyyətlərdir. Albanların yazısı haqqında söhbət edə biləriz. Biz köhnə kitabda deyirdik, Erdəm və 1-ci minilliyin ortalarında Əhəmənilər dövründə Albanlar yazı ilə tanış olmuşlar. Burada artıq bizə onu demir. Deyir, Albanlar yazı ilə məlumatlıydılar. Öz yazılarından başqa yazılar da bilirdilər. Məsəl üçün, Yunan yazılarını bilirdilər. Məsəl üçün, Romaya Latın yazısını bilirdilər. Amma nə? Onu deyəcəm, onu deyirəm. Amma ondan əvvəl də məlumatlıydılar. Yəni, Amarey, Aramey, bəli. O, köhnə ölü dillərdən biridir. Onun da bildikləri məlumat verir. İndi nəysə, qoy deyim deməli. Dəhnə kəndində, Şəkidə, 2-ci əsrdə daş abidə aşkarlanmışdı. Onun üzərində Yunan yazısı ilə bağlı məlumat var. Və kilsəsinin orada deyir, köhnə Alban məbədinin üzərində inşa olunub. Bax, elə bir cümlə var. Deyir, Kiş, mən yadınıza gəlir, keçən sual cavab verəndə siz deyirdiniz, Qafqazdakı ilk kilsə hansıdır? Kiş kilsəsi idi. Siz də deyirsiniz, o yazılmıyor baxı. Bu il onu artıq yazıblar. Azərbaycanda ilk kilsələrdən biri Kişdir. Qoyun söz qatmayayım da hamısını bir-birinə. Nədən danışırdım? Yazıdan. Dedim ki, Şəkidə, Dəhnədə 2-ci əsrə aid yazı daşı kitabəsi deyək də aşkarlanmışdı. Sonra Latın dilin bildiklərini, məsəl üçün, Oroyusla Pompey arasındakı məktublaşma bir sübut eləyir. Ondan əlavə, bayaq dediyim Qobustandakı hökmdar Domisiyanın həm bura səfəri ilə əlaqəlidir, həm də Latın dilindən istifadə edən əlaqə daş kitabə vardı. Qobustan ərazisində uzaldılmış yox, yazılmışdı daşın üzərinə, Böyük Dağ dağının ətəyində. Tapılmış heykəllər. Orada biri var. Deməli, bir dənə kişi heykəldir, bir dənə qadın heykəldir, bir dənə də ilahələrin birinə aid heykəldir. O da Lənkəranda aşkarlanmışdı. Eradan əvvəl 1-ci minilliyin 1-ci yarısı idi o, ortaları.
3 dənə heykəl o qədər də lazım olmuyor. Nə? İnsan heykəlləri qədər. İnanmıram o çox lazım ola. Çox şəhər adı əlavə eləyiblər ha burada. Dəhşət şəhər adları var. Dəhşət qarışıq olur. Hə, dərs çox qarışıq olub. Görsən mənim özüm belə izah edəndə çətinlik çəkirəm. Çünki bu dərsi birinci səvərdə izah edirəm. Və maksimum çalışıram ki, bütün mənimsədiyimin hamısını ötürüm ki, həm özüm əzbərləmiş olacam bunda. Bunu desəm, mən də bilmiş oluram. Deməsəm o getdi, mənim ağlımdan silinəcək. 25 dəqiqə oldu. Doğrudan, vay. Nəysə, Döyüşlər zad qaldı. bayaq nədən danışırdım dedim, gözləy onu. Şəhərlər. Kilsədən danışırdım dəsən. Hə, bu Albanlarda bizim İran, əslində Sasani içində daha geniş danışa bilərəm, amma qısa bir məlumat verim. Bizim İran 1-ci əsrin 4-cü əsrə qədər həvarilər dövrü adlanan bir xristianlıq mərhələsi olubdur. Və bu mərhələdə Azərbaycanda xristian dini yayılıb, bu missionerlər tərəfindən yayılıbdır. Azərbaycanda bəli, İranımızın ilk əsrlərində Azərbaycanda xristian dini daha çox dağlıq, dağətəyi ərazilərdə yayılıbdır və ilk kilsələrdən biri də elə Kiş məbədidir. Şəkidə yerləşir və bu şəkini göstərək xəritədə. Bu şəkidəki Kiş məbədi də ki, köhnə Alban məbədinin yerində inşa olunmuşdur. Dostlar, 1-ci əsrin 1-ci yarısında artıq Romanın şərqə doğru işğalçılıq yürüşləri genişlənir. Və bu yürüşlərə başçılıq eləyir, köhnə dərsdən də dedik, Lukul və Pompey. Birinci yarı. 66-65-i deyirəm axı, sənin dediyin Kanidinin yürüşüdür. Görürsən? Yox, birinci yarı, qorxma. Hə. Və bu yürüşə dedi ki, bu istiqamətə, Azərbaycan istiqamətinə başçılıq edən Pompey idi. Pompeyin 2 dənə məqsədi var, qızıl, bunu da yerində deyirik. Məqsədin biri bu ərazisini ələ keçirib Xəzərin, deməli, qərb sahilini ələ keçirmək idi. Bir də ki, buradan gəlib keçən və Hindistana gedən ticarət yolunu ələ keçirmək istəyir. Bu aydındır, bunu köhnə kitabda demişdim. Və bu hara mı düşmüşdü? Haradasa önəmli yerdə bu qarşıma çıxdı və yenə həmişə qürurlandım. Nəysə, bu məqsədi oydu. İndi yürüş elədi, biz yürüşdən danışanda eradan əvvəl 66-da söhbət edirik. Bir dənə orada onu deməyə çalışıram ki, hə, bax, burada maraqlı məlumat var. Deyir ki, Albaniya dövləti mərkəzləşmiş dövləti. Köhnə kitabdan da deyirdim, bu barədə Strabon məlumat vermişdi və oxşarlığını da sayırdıq həmişə mərkəzləşmiş dövlətlərin içərisində. Və deyir ki, Albaniyada hər hökmdar özü bir vilayət başçısı, özü bir ordu başçısı idi. Və əvvəlki dövrdə ayrı-ayrı ərazilərdə yerləşir, amma artıq bu dövrə gəlib çatanda artıq onlara vahid bir hökmdar başçılıq eləmək başlayır. Və burada da bizə Oroysun adı verilib. Nəysə, eradan əvvəl 66-cı tərəflər arasında Kür döyüşü baş verir. Kür döyüşündə Pompey qalib gəlir, sonra amma tərəflər saziş bağlayır, çəkilir geri, Pompey. Baxın, saziş bağlayır, bu ifadəni vurğulayıram burada. Tərəflər 2 dəfə saziş bağlayıb. Bir Kür döyüşündən sonra, bir Qanıq döyüşündən sonra. Hə, sonra amma bizim bu qudurmuş Koziz düşür şeyin dalına, Pompeyin dalına. Görün, hara gedir, baxın. Pompey də görür ki, artıq Koziz bunun üçün təhlükə yaradır, geri qayıdır və tərəflər arasında növbəti Qanıq döyüşü baş verir, eradan əvvəl 65-də. Qanıq döyüşündə, deməli, Koziz kişilənir ki, gəl Pompey'e deyir, gəl tək-tək çıxaq. Ümumiyyətlə, köhnədə belə bir kabadayı qaydası var idi. 2 dənə ordu deyək qarşılaşırdılarsa, kabadayı deməyək, ümumiyyətlə döyüş qaydası var idi. Başçılar çıxırdı tək-tək döyüşə. Əgər məsəl üçün, əvəzlə mən çıxdım, mən əvəzə məğlub oldum, öldümsə, artıq mənim ordum döyüşə girmirdi. Məğlub hesab olub geri qayıdırdı. Yəni, insanları ölümdən xilas eləmək məqsədən belə bir şey edirlər. Nə işlə, bizimkə də deyir ki, dava getdik. Gedir, 2-3 günlük məşqə gedir. O da trenajora gedir. 2-3 gün elə bilir ki, bu da hamını yiyəcək bir saat. Hə. Sonra gedir, nəsə bunu, bu bir dənə belə nizə atır. Pompeydəki 2 ildir məşqə gedir. Nizə dəyib, düşür yerə. Pompey götürür, buna sonra bir dənə də şey eləyəndə, bu da yarpaq geyinib gəlib dəyəzənin üstünə elə. Bir dənə xırçıltı ilə buradan girir belə, kürəyindən çıxır. Pompey sonunda nə olur? Hədə Pompey deyir, şey var da, branjileti, zilehi. Bizimki nəsə orada vururlar, sonra ölümcül yaralanır. Sonra nəsə Oroysa eşitdi ki, qardaşı ilə zibilə salıb. Yenə də Pompey deyir ki, Oroysa deyir, gəl bura. O istəyir ki, yox, mən gəlmirəm, sana hədiyyə zat göndərəcəm, gəl saziş imzalayaq. Pompey deyir ki, cəhənnəm, yaxşı. Saziş imzalayır 65-ci ildə. Amma orada belə bir şey qeyd edir. Deyir ki, birinci Oroys deyir 40 min nəfər döyüşçüylə gedir Pompeyin üstünə. Sonra orada bir qəribə dəyişiklik olur.
deyir Oroysun ordusu Pompeyin ordusundan çox olsa da Oroys ordusunu geri çəkir. Bölmə edeyim sənə. A sonra artır rəqəm. Neçə deyir? 12.000 Aysa, gözün rəqəm artdı. Deyir ordusu çox olsa da görür ki döyüş mənasızdır çünki qarşı tərəf həm professional idi, həm silahları daha yüksək idi. Yəni bizim Lapatkaya zaten getmişlər bizimkilər. Dala çəkilir və keçir deyir partizan döyüşə. Ancaq çəpənin dalından gedir də sırt daşı atıb qaçırmışlar. Nəysə bu partizan taktikə nəsə güclü effekt verir. Pompey deyəcək o cəhənnəm olsunlar. Cəzanla çıxır gedir xarabamıza. Qayıdır çıxır gedir. Amma sonra bunların dişi bir dəfə şiriyə batıb deyə Antoni bura gələndə eradan əvvəl 36-cı ildə sərkərdəsi Kani deyir, get sən də bir Şimal Azərbaycana dəgə. O da gəlir Artabaz kimi bir vətənpərvər adam yox idi orada. Gəlir bura Zoberin qarşısına çıxır. Nəsə Zoberdə bundan asıllığını qəbul edir, müttəfiq kimi olduğunu qəbul edir. Belə bir sual düşə bilər. Roma ilə müttəfiq olması Zoberdən Ariobarzanin oxşar xüsusiyyəti və Artabazın da oxşar xüsusiyyəti ola bilər. Belə bir sual düşə bilər. Nəysə 36-cı ildə asılı düşür bizimkilər Romadan. Sonra gəlirik bizim eranın 1-ci əsrinə. Bizim eranın 1-ci əsrinə söhbət edəndə orada nəyi deyirik? Deyir ki, artıq Parfiya dövləti Atropatenanı süquta uğradandan sonra yavaş-yavaş güclənir məlumatlar. Atropatenanı süquta uğradandan sonra həmin dönəmdə artıq Alban hökmdarları Roma ilə diplomatik münasibətlər qururdular və Albaniyanın eramızın 1-ci əsrinin Atropatenanın eradan əvvəl 1-ci əsrinin oxşar xüsusiyyəti Parfiyaya qarşı Roma ilə yaxınlaşma ola bilər. Bu ikisinin oxşar xüsusiyyəti Parfiyaya qarşı Roma ilə yaxınlaşıblar. Və orada düzdür bu barədə məlumatı bizə Roma hökmdarlarının əlaqəsi hissəsinə verir. Deyir ki, Iosif Flavi deyir ki, əslində orada Flavi haqqında birinci cümlədə 1-ci əsr qeyd edir, 1-ci əsri qeyd edir. Deyir ki, Roma hökmdarı Tiberi Albanları və İberiləri bir də orada üçüncü Bazalı edir. Nə deyir orada? Hökmdar sözdən Bazilevs. Yəni hökmdarların da, yəni mən lazımdır, hökmdar dəniz getdi. Hökmdarlarının pul və şeylə təmin edir ki, onları təhrik edir. Bax orada qeyd edir Parfiya hökmdarı Artabana qarşı. Həmin Artaban idi ki, Atropatena dərsinin içərisində demişdik. Atropatenadan getdi hakimiyyətə. Parfiyada dedi. Onlar da dedim axı kişi qutardı ona görə. Bir də orada yox, o bizimkiləri təhrik edici gedin dalaşın da. Pul verir, silah verir, gedin dalaşın. Bir də orada bizə nə məlumat vardı, mənim diqqətimi çəkən, o da elə çərçivənin içində səhv eləmirəmsə. Deyir, orada hansısa tarixçi məlumat verəndə hökmdar Aranın adından danışır. Aran. Və ondan sonra oranı Arranlar ölkəsi də adlandırırlar, Albaniya ərazisini. Arani sülaləsi adlandırırlar, Arani sülaləsi. İndi keçək Roma ilə başına dönüm. Roma ilə əlaqələrə. O birisi dərsdə yazıram onu. Baxın, 1-ci əsrdə deyir bizə əlaqəli məlumat veribdi Oktavian barədə. Sonra 1-ci əsrdə yeni bayaq qeyd elədik Domisian barədə. Ondan sonra 2-ci əsrdə Tiberin dedik 1-ci əsrdə, 2-ci əsrdə də Adrian barədə məlumat verib ki, bizimkilərə hədiyyələr, zadlar göndərdi. Romalılarla yəni əlaqə müq. Amma 3-cü əsrin ortalarına qədər davam edib, 3-cü əsrin ortalarında artıq Sasanilərin tərkibini biz keçmişik deyə vəziyyət söndü. Vəziyyət söndü. İndi isə gəlin alanlardan söhbət edək son dəfə. Eramızın 1-3-cü əsrlərində alanlar Dərbənd və Dəryal keçidlərindən, yəni Azərbaycanın şimalından keçid edirlər bu əraziyə. Onların gəlməkdə məqsədi möhkəmlənmək yox, qənimət idi. Və onlar birinci gəlib Albaniya ərazisini qarət edəndən sonra Albaniya dövlətinin ən böyük yürüşü 72-74-cü illərdə baş vermişdi. Baxın, Albaniyanı qarət edəndən sonra keçir Atropatenaya. Atropatenanın ərazisini qarət edirlər. Yəni oradakı Parfiya canişi ilə toqquşurlar. Amma Atropatena dövlət deyildi onda. Albaniya dövləti idi. Alanların qənimət gəlməsi Slavyanların birinci yürüşüdür. Bəli, ümumiyyətlə mən oxşarlıq qeyd edirdim ki, alanlarla mübarizə oxşardır. Eramızın 1-ci əsri Albaniya, deməli 1062-ci ildə Şəddadilər Şavurun dövründə, bir də Şirvanşahlar 1032-1033-cü illərdə Slavyanlarla bir yerdə gəlib hücuma qoymuşlar. Onun oxşarlığını da videosunu çəkib paylaşmışdım. İndi videoda burada da dediyim yerdə qeyd eləyərəm, hatta yazı formasında yazaram. Başqa?
Bir də bunlardan nəyə deyirdim? Onların dil mədəniyyətinə təsir eləmiş. Bunu da Qəbələ və Mingəçevirdə aşkarlanmış qurğanlar sübut edir ki, biz alanların mədəniyyətinə təsir eləmiş. O var idi, hə. Köhnədə də var idi. Bir də dostlar, Albanların içərisində sosial qruplar var. Köhnə kitabda 4 dənə sosial qrup verdilər, bizə yadınızdadırsa. Birincisi hökmdar ordu başçısı, ikincisi kahinlər, üçüncüsü deməli bu döyüşçülər, hərbiçilər, dördüncüsü də bu azad təbəqə verilirdi. Amma burada öncə dəyişiblər. 3 təbəqə eləyiblər. Birincisi yenə bu hökmdardır, ikincisi əyanlar dediyimizdir. Tayfa başçıları, hərbiçilər, vilayət başçıları. Üçüncü təbəqə isə yenə azad əhalidir, sənətkar, tacir, kəndli. Qulları daxil eləmirlər bura. Hə, azad sosial təbəqə. Niyə qullar haricə vermirlər? Ki, dördüncü təbəqə qullardır. Və bu azad əhalidir də. Qul azad olmadığı üçün onların Dedilər, 3 azad əhalidir. Aile təbəqə kimi, məsələn, Misirdə azadda olur da. təbəqə aid eləmirlər də, dost. Burada deyir ki, Albaniyanın azad əhalisi 3 qrupa bölünür, bildinmi? Biz nətər deyirdik? Məsələn, Yunanistanda deyir, Yunan azad əhalisi 2 yerə bölünür. Bax elə. Hə. Söyle, bu qədər. Dostlar, Albaniya dərsi çox çətinliklə başa çatdı. Yenilik çoxdur, ağırlıq çoxdur. Gedin oxuyun da özünüz başa düşün ki, mən bitərmişləmir. Sağ olun. İndi, hə? Bəyəndiniz. Bəyənin, hə, yaxşı. Bir də dostlar, nə olar, videonu bəyənin də. Bir də yazın da. Buradan artıq video çəkib paylaşacağam. Nümayəndələri hara baxır? Niyə mən videomu bəyənmirlər? Nə bəyənin də, nə bilim, bəyənsiz cəhənnəmə bəyənin. Söndür.